Herkese salam dostlar. Bu günler sizinle birlikte yeni açılan kanalımızdaki ikinci videonu çekirik. Bu günler sizinle birlikte backend hissəsində, yəni Python'da QR kodun yaradılmasını öyrənəcəyik. Ona görə də vaxtımızı çox itirmədən sürətli bir şəkildə videomuza keçək. Bugünkü videomuz çox uzun olmayacaq, yəni qısa bir videomuz olacaq. Böyük ehtimal 5 dəqiqəlik və yaxud 5 dəqiqədən biraz az olacaq. Çox danışmadan videomuza keçək. Ekranın boş bir hissəsində sağ klik eləyib buradan New-a basıb folder yaradırıq. Həmin bu folderin adını istədiyiniz adı qoya bilərsiniz. Mən QR kod deyə adlandıracağam. QR kod yazandan sonra bunu tutub belə bu formada Visual Studio Code aça bilərsiniz. Daxilindən də aça bilərsiniz. Amma mən belə tövsiyə edirəm. Bu Visual Studio daxili olandan sonra New File hissəsinə bir dəfə klik edirsiniz və Python faylı yaradırsınız burada. Python faylını yaradandan sonra bizə burada import QR kod lazım olacaq. Sizdə bu QR kod, yəni bu hissə, bu kitabxana yüklü formada olmayacaq. Ona görə siz bunu gəlib Visual Studio Code'un terminalında yükləməlisiniz. Həmin bu terminala daxil olmaq üçün siz burada terminal buradakı oxa basırsınız yanındakına. Sonra isə terminal hissəsinə klik edirsiniz. Daha sonra terminal açılır. QR kodun özünü yükləmək üçün pip install yazırsınız. Pip install QR code. Məndə hal-hazırda yüklü olduğu üçün belə yazılar çıxardır. Amma siz yükləyəndən sonra sizə successful deyilən, yəni uğurlu mesajlar çıxardacaq. Pip daha sonra isə biz QR kodu yükləyəndən sonra pillow yükləməliyik. Onu da pip install pillow yazır. QR kod formasında yükləyirik. Məndə yüklü olduğu üçün yenə belə bir mesaj çıxardır. Amma sizdə yenə deyirəm, yüklü olmadığı üçün siz yükləyəndən sonra successful deyən yazılar çıxacaq. Ona görə də bunları yükləyəndən sonra keçirik kodumuza. Burada istədiyimiz bir adı yarada bilərik. Yəni bu hissədə URL ola bilər, QR ola bilər, kod ola bilər, fərq eləmir. Daha sonra isə gəlib bunun qabağında bir dırnaq açırıq. Daha sonra isə keçirik browserimizə. Həmin browserimizdə BMW bir şəklin linkini kopyalayırıq. Mən burada bu şəkli tövsiyə eləyəcəm, yəni özüm üçün götürəcəm. Bunun üzərinə gələndən sonra gördüyünüz kimi sağ klikə basıb Save Image adres var. Şəklin linkini kopyalarıq. Daha sonra isə bu hissəyə keçib həmin o şəklin linkini bura yapışdırırıq. Daha sonra isə bura gəlib image bərabərdir QR code .make yazırsınız. Və mötərizə açırsınız. Mötərizə açandan sonra isə bu hissəyə yazdığınız adı, məsəl üçün burada URL olmaya bilər, QR ola bilər, kod ola bilər və yaxud fərqli bir şey ola bilər. Burası daxil etdiyiniz adı həmin bu mötərizənin içərisində yazmalısınız. URL. Məndə URL olduğu üçün URL əlavə elədim. Daha sonra isə aşağı hissədə image.save edirik. Mötərizə açırıq. Daha sonra isə həmin bu mötərizənin içində biz bir şeylər yazmalıyıq. Mən özü həmişə yazdığımı yazacağım. clickme.jpg şəkil formatını da yaddan çıxartmayın, çünki əsas rol oynar bu şəkil formatı. Həmin bu şəkil formatına əlavə etdikdən sonra clickme falan yazılandan sonra gəlib buradan terminalımızı açırıq. Terminalımızı açandan sonra isə bir dənə burana clear eləyirik, yəni təmizləyirik. Bura yazırıq ki, həmin bu hissəyə biz bir dəqiqə üzr istəyirəm. Bu hissəyə biz burada yazdığımız faylın adını əlavə edəcəyik. Windows'da olduğumuz üçün python main.py bastıq. Gördüyünüz kimi QR kodumuz açıldı. Bu QR kodu skan eləyəndən sonra browserdə və yaxud başqa bir proqramda harada skan eləyirsinizsə, həmin o proqramda gördüyünüz bu BMP şəkli çıxacaq. Dostlar, videomuz bu qədər.
Hər hansısa bir sualınız olsa, başa düşmədiyiniz bir hissə olsa, kommentlər açıq olacaq. Buyurub istədiyiniz sualları verə bilərsiniz. Hər birini əlimdən gələnə qədər cavablandırmağa çalışacağam. Zəhmət olmasa videonu izlədikdən sonra abunə olub bəyənməyi unutmayın. Sizin bu dəstəkləriniz mənə daha da həvəs verir. Mənim uğurum sizin əlinizdədir. Videomu izlədiyiniz üçün sizə çox təşəkkür edirəm. Gələn videoya görüşənədək sağ olun.